2006-cı ildə Johns Hopkins Universitetinin xəstəxanasında keçirilən mətbuat konfransında 5-i donor, 5-i isə qəbul edici olmaqla 10 cərrahiyyə əməliyyatının müvəffəqiyyətlə keçirildiyi bəyan edilmişdi. Əməliyyatları aparan cərrahlardan biri Dr. Dori Segev Amerikanın səsinə verdiyi müsahibəsində bununla bağlı problemlərdən danışıb. Böyrək köçürülən insanlarda problemlər ildən ilə artdıqca siyahı da artır. Böyrək transplantasiya edənlər növbəyə durmalı olurlar, deyə Dr. Segev bildirir. İnsanlar bəzən böyrəklərini sevdikləri şəxsin ehtiyacı üzündən verir, digərləri isə altruistik səbəbdən verir ki, bunlardan biri də Judy Payne'dir. Judy deyir ki, bu o qədər də çətin qərar deyildi. O, buna ehtiyacı olanlara yardım etmək istədiyini deyir. Dr. Segev cərrahiyyə əməliyyatlarından başlayaraq bundan 3 ay sonraki müddətdə 80 mindən çox böyrək donorunu müşahidə edib. Dr. Segev deyir ki, belə bir qənaətə gəlindi ki, canlı böyrək köçürülməsi daha təhlükəsizdir. 10 min köçürülmədən yalnız 3-ü risklə üzləşə bilər. Bu isə digər əməliyyatlarla müqayisədə çox azdır. Dr. Segev deyir ki, araşdırmalar donor orqanlar alan insanlar arasında ölüm riski ilə nisbətən kişilərin və Afrikalı Amerikalıların daha çox üzləşdiyini göstərir. Lakin o, bir böyrəklə yaşamaq riskinin çox az olduğunu deyir. Əgər ümumiyyətlə sağlam insanlarla donorlar müqayisə edilərsə, bir böyrəklə insanların ölüm riski sağlamlardan heç də çox deyil. Araşdırmalar yaşları 50-dən yuxarı donorların 2 dəfə artdığını göstərir ki, məhz buna görə də həkimlər cərrahiyyə əməliyyatlarından öncə insanların nə dərəcədə risklə üzləşdiyini bilmək istəyirlər. Vaşinqtondan Nərminə Cəlal qızı, Amerikanın səsi.